Bugün ölkə üzrə yeni tədris ilinə start verildi. Səhər saatlarından etibarən məktəblərin həyətlərində uşaqların gülüş səsi, valideynlərin sevinç və həyəcan qarışıq baxışları duyuldu. Minlərlə şagird ilk dəfə məktəbə qədəm qoyaraq yeni həyat mərhələsinə başladı. Birinci sinifə qədəm qoyan körpələrin əlində gül dəstələri, ürəklərində böyük arzular var. Bunun daha yaxından şahidi olmaq üçün 54 nömrəli məktəbin birincilərinə yaxınlaşdıq. Bugün Azərbaycanda bilik günü, ilk dərs günüdür və biz hal-hazırda birincilərin otağındayıq. Birincilər həm sevincli, həm həyəcanlıdır, bəziləri hətta kövrəlir. Eşidilir artıq zəngin sədaları. Bilik günündə görüşdük yenidən biz. Bizə həyatı öyrədər məktəbimiz. Bilik günündə görüşdük yenidən biz. İlk dərs günü münasibətilə sizi də təbrik edirik. Və sizin birincilərinizə sözünüz necə olardı? Mən birincilərimi təbrik edirəm 15 sentyabr bilik günü münasibəti ilə. Qədəmləri mübarək olsun. Xeyirli, uğurlu il olsun hər birimiz üçün. Tədris ilində uğurlar arzulayıram hər birinə. Və bu il bildiyiniz kimi həm də konstitusiya və suverenlik ilidir. Cənab Prezidentimiz İlham Əliyevin imzaladığı 2024-cü ildə 294 saylı sərəncamına əsasən 2025-ci il məhz konstitusiya və suverenlik ili kimi qəbul olunmuşdur. Hər birini, bütün uşaqları bir daha bilik günü münasibəti ilə təbrik edirəm. Hər birinə zihin açıqlığı arzulayıram. Bu gün suverenlik ilidir. Bu gün bütün uşaqlarla hər biriləri dost olsun. İstəyirəm ki, bütün uşaqlar yaxşı oxusunlar, yeni kitabların səliqəli saxlasınlar, yeni kitablarını qəşəng oxusunlar. Müəllimdən öyrəndik oxumağı, yazmağı, qəlbimizin səsinə hər an qulaq asmaq. İlk dərs günü münasibəti ilə özünü necə hiss edirsən? Qəşəng. Səncə necə olacaq? Məndə qəşəng. Hansı dərsləri sevəcəksən səncə? Raziyan, nə bilim, Azərbaycan dili. Mən məktəbə gedirəm, dəftərli dostlarım var, çantamda dəftər tutur, ürəyimdə arzu var. Mən məktəbə gedirəm, düzdəlir yollarıma, mənim İsmailimə döşüşüb yollarıma. Valideynlər övladlarının uğurlu gələcəyi üçün onlara dəstək olacaqlarını vurğuladılar. 15 sentyabr bilik günüdür. Bilik günü münasibəti ilə övladımla yanaşı hər kəsin övladına uğurlar arzu edirəm, bol şans arzulayıram, hər kəsə uğurlar. Yuxarı sinif şagirdləri isə qarşıdakı imtahanlara, gələcək hədəflərə doğru addımlamağın məsuliyyətini hiss etdilər. Bakı Şəhəri Texniki Humanitar Liseydə də ilk dərs gününə həsr olunmuş tədbir keçirilir. Tədbir dövlət himninin səsləndirilməsi və vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Liseyin direktoru Kəmalə Mirzəyeva şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Direktor liseyə 525 şagirdin qəbul olduğunu diqqətə çatdırıb. O, ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb. Yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən bəhs edib. Bugün Azərbaycanda bilik günüdür və biz Texniki Humanitar Liseydəyik. Yuxarı sinif şagirdləri illərdir ki, məktəbə gəlsələr də yenə də onlarda ilk dərs gününün həyəcanını hiss etmək olur. İstərdik ki, onların təəssüratlarını alaq. Bugündən gözləntilərim çoxdur. Sinif yoldaşlarımı nəhayət gördüm. Çox darıxmışdım hər biri üçün doğrudan da. Rəfiqələrim üçün də darıxmışdım. Və dərs partasının, dərs masasının üstündə oturmaq üçün də çox darıxmışdım. Bu il həm də abituriyentəm, son ilimdir, universitetə imtahan verəcəm. Ümidvaram ki, tələbə adını qazanaram və yüksək nəticə göstərib liseyimizin adını ucaldaram. Yaxşı məktəbi, sinifimdən də razıyam. Çox gözəl uşaqları var. Əsas ən rahat dostum budur. Ən yaxşı dostum budur. Ən yaxşı dostum budur. Mən də inşallah ümid eləyirəm ki, imtahan ildir həmçinin yaxşı nəticə toplayaram və ümumiyyətcə inşallah 11-ci sinifdə də yaxşı ürəyimsə universitetə girə bilərəm. Yəni yeni dərs ilə bağlı çox yaxşı ümidlərim var. Bu gün də ilk dərs gündür, yəni həyəcanlı qısadası. Məktəblərdə təhlükəsizlik və sağlamlıq qaydalarına xüsusi diqqət yetirilir. Hər yerdə həmrəylik, bir-birinə arxa durmaq və elmə sarılmaq çağırışları eşidildi. Təhsil həyatının ilk səhifəsini açan uşaqlar sabahın böyük alimləri, mühəndisləri və ziyanlıları olma yolunda ilk addımlarını atdılar. Mən 5-ci sinif üçün çox həyəcanlıyam. Çünki bu il mən ibtidai sinifi qurtarmışam
və artıq böyük sinfə keçmişəm. Mən çox özümlə minnətdaram ki, mən belə bir məktəbə qəbul olmuşam. Çünki belə bir məktəb, yəni mən burada dərslərimi daha yaxşı oxuya biləcəm və bugünkü dərslərimdə də yaxşı oxumağa çalışacağam. Bu mənim üçün bir ibtidai olaraq, yəni 5-ci sinifə keçmişəm. Mən bura girməyim üçün çox həyəcanlıyam və texniki humanitara girməyim üçün çox sevincliyəm ki, mən bu liseydə oxumuşam. Özümə təşəkkür edirəm ki, mən bu liseye girmişəm. 5-ci sinifə keçdim. Təhsilimi liseydə davam edirəm. Ona görə ki, çox sevinirəm. Təzə dostlarım olacaq. Valideynlərimə söz vermişəm ki, yaxşı oxuyacağam. İlk zəngin sədaları gələcəyin yeni üfüqlərini açdı. Şagirdlər, müəllimlər və valideynlər bu günü həyatlarının ən yadda qalan anları sırasına daxil etdilər. Müəllim, ilk dərs günü münasibəti ilə uşaqlara sözünüz nə olar? Uşaqlar, hər birinizə mənim gözəllərim, yaraşıqlarım, hər birinizə yeni dərs ili münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizə zehin açıqlığı verirəm, arzu edirəm və arzu edirəm ki, bu məktəbi ən yüksək nailiyyətlərlə məhz bizim sinif qazansın. Sevinirəm, nə yaxşı ki, mən bu məktəbi seçmişəm və nə yaxşı ki, mənim müəlliməm Nərgiz müəllimədir. Çox gözəl müəllimədir, yəni səmimidir. Çox sağ olun. Bəs ilk dərs günü barədə hansı təəssüratların var? Heyecanlısan? Bəli. Sevinirəm. Yeni dostlarım olacaq, yeni müəllimim var. İlk zəngi də sən çaldın. Bu necə bir hiss idi? Çox gözəl bir hiss idi. Çox, yəni yaxşı bir hiss idi. Qeyd edək ki, təhsilin müxtəlif pillələri üzrə 2,2 milyon təhsil alan bu gündən 15 sentyabrdan etibarən yeni 2025-2026-cı tədris ilinə başlayırlar. Bunu da vurğulayaq ki, məktəblərdə ilk dərs konstitusiya və suverenlik ilinə həsr olunub. Ülviyə Orucova, Nizami Cənnətov.